Halbuki Fortnite Bamban 9 yani Lasted to the Obvious hakkında danışacağıq. Yani biraz teori zat diyeceğim. Bir daha hamısını izleyək, ondan sonra baxarıq. Burada en son biz buradan qabağında bir dənə qapıdan kesmişdik və Brashista deyilən bir dənə varlıq gəlmişdi. Bombanla falan bu birləşmişdi və bu da bir də ikinci trailerə bax. Yaxşı, baxaq görək. Burada sordalar var. Əlində qılınc. Yenə o bayaqçı. Şeyin içində bir də vardı, siz bilirsiniz. Brashista var. Ve bitti. Ve son trailerımıza da geldik. Bundan sonra bölüm gelecek. Greetings. Salam. Yani şey yaptım. I spent so little time as a thinker, yet witnessed so much hatred and violence. I was not designed with a preference against this, but I have developed. Verilmeye tasarlanmadı. Burada buna bakın bir dakika. Bir dakika bakın buna. Thinker, yet witnessed so much hatred and violence. I was not designed with a preference Bakın. against this, Ben but I sana have bakın. developed. Bakın. Titremeye bakın. I am Nasıl not a korku, keder, ne izlersen. Brashista kederəm və balon. %90 şansla durabilir. Bir daha oyun. The remaining 10% other unsavory outcomes. Ne All onlara? ending with the horrible disfigurement of the body. Çok pis olacak senin için değil. Deep breath. Derin bir nefes al. Burada bir tane oyun olduğumuzu başa düşür ve bu Mr. Kebab ve yine burada Sördadadır. Bakın yine burada Sördadadır. Bir tane qılıncla savaş. Yani deməlidir ki bu 9. bölümdə Sördadadır qılıncla bizlə savaşacaq. Qılıncla bizlə savaşacaq. Düşməndir. Və buradan baxın. O planı olsun. Bir dənə o planı rəngi və burnu eynidir. O plan deyil, bildiyin T-Rex'dir. Bu nədir? T-Rex. Bakın. Bak, şuna bak. Buna bakın. Qılınc tutur. Yani qılıncla bu %95 bizə düşməndir. %95 bizə düşməndir. Buna baxın, qılıncla bizlə savaşacaq. Bunlar bizə düşməndir. Yəni bu bizi 9-cu bölümdə çox pis savaşacaq. Yəni bunu deməyə lazım deyil. Bu dirək bizlə savaşacaq. Buna bax, bayaq qorxurdu, gördünüz, titriyirdi. Amma indi baxın, gör necə savaşandı. Kədərliyi qaçdı. Çünki yanda bir baba, bir də arxasındakına baxın. Bir də buna. Baxın.
Yani. Bak deyir ki, savaşırıq, gəldim bu yana. Yani biz buna nəsə deyə bilərik məncə. Biz buna nəsə öyrətə bilərik. Çünki bu bir şey öyrənməyibdi. 2-ci bölümdəydi ya 3-cü bölümdəydi. Hardaydı? Bu kiçik robotuydu. Biz onu hərəkət etdirirdik. Yəni biz onu hərəkət etdirməyi öyrəşdirmişdik. Yəni biz buna nəyin düzgün, nəyin səhv olduğunu deyə bilərik. Amma məncə bu gücləndirilməliydi. Çünki bilsin bu çox zəif qalmışdı. Baxın, çox zəif qalmışdı bölümdə. Bu bölümdə çox zəif qalmışdı. Çünki bu bölümdə bir dənə ancaq 3-cü bölümdəydi. Bamba bunu verəcəkdi Zolpiusa. Ancaq Nabdan bunu qaçırmışdı. Və qaçırmaqda düz eləyib, səhv eləyib, orası bilinmir. Amma məncə düz eləyibdi. Çünki indi buna baxanda bu bizə çox böyük savaşacaq. Buna baxın bir daha. Bildiğin Optimus Prime oldu. Teorim belədir ki, bunlar bizlə savaşacaq. Və bu çox güclənibdi. Bu çox güclənibdi. Yəni biz buna öyrətə bilərik nəyin düzgün, nəyin səhv olduğunu. Sonra da deməyə lazım deyil. Onsa o bizə qılıncla çox böyük savaşacaq. Burada ortaya baxanda Godzilla yəni mutasyonu keçibdi. Bu nədir? Dinozor olubdu. Yəni bir dənə bölüm var idi. Hardaydı? Baxın, burada bir dənə bölüm var. Bunun sonunda bir şey var. Bir dənə ev var, ayaqdadır. Bir dənə insan var. Bura baxanda böyük ehtimal biz bir nəfərlə danışacağıq. Bir dənə insan tapacağıq. Yəni inşallah oğlumuz olar. Çünki 9 bölümdür. Oğul Məncə uşaq məncə ölübdür. Çünki 9 bölümdə hardadır biz o boyda savaşırıq. Buna baxın. Məncə bu uşağımızdır ya da başqa bir nəfər olsa uşağımız ölübdür. Uşaq üçün gəldi. Yaşadığımız şeylərə bax. Bu nədir? Bir də Cartoon Bomba bir dənə update gəlmişdi. Orada bir dənə inəyin mutasyonu vardı. Böyük ehtimal inək, buradakı mutasyonlu inək gələcək %100 bura. Çünki 9-cu bölümdə olacaq. Çünki Cartoon Bomba o digər ikinci son güncəl update sonu da deyirdi ki, uçuruma dokunmadan bırak. Yəni uçurumda olacaq. Və məncə bizlə dost olmalıdır. Çünki bu boyda o bayaqki gördüyünüz elə çox böyük ehtimal bayaqki gördüyünüz baxın. Hazır burada. Yəni buna baxanda bizlə dost olmalıdır. Və bu da Bamban kimi danışır. Bamban kimi. Məncə bizlə dost olmalıdır. Və
məncə bu bölümdə uşağımızı mütləq tapmalıyıq. Yəni tapmalıyıq, yoxsa tapamazsaq elə bu son bölümdür. Rastgele çığırma son bilet. Orada son sözü vardısa bu son bölümdür. Və mənim teorim bu qədər. Bu sonra da Duyna Hopila bizə savaşacaq. Bu da %100 ondan yanındadır. Ancaq biz buna sonraki Mr. Kebaba Mr. Kebaba məncə biz bir şeylər öyrətə bilərik. Nəyin səhv, nəyin düz oldu. Burada da bir şey oyun olduğunu buradan başa düşürəm. Bu bizdən qılıncla savaşacaq. Burada bir dənə yer var. Aha, burada. The remaining 10% of their %10'da çok qəşəng şeyler olmayacaq. Çok qorxulu şeyler olacaq. Dərin bir nəfəs al. Yani burada da bir oyunun içindən mesaj olduğunu, oyunun içindən bir bölüm olduğunu bizə göstərir. Yani bu bölümdə mənim teorim uşağımızı tapacağıq. Ondan sonra bunlarla savaşacağıq. Mr. Kebaba nəyin düzgün, nəyin səhv olduğunu deyəcək. O bizim tərəfimizə keçəcək. Ondan sonra da uşağımızı tapacağıq. Nəysə. Mən bu qədər. Sonraki videolarda görüşərik. Bye bye.